Başlayaq. Ümumiyyətlə, valideyn obrazları nə deməkdir? Gəlin ilk öncə valideyn obrazları ilə tanış olaq. Hər birimiz bu dünyaya gələrkən bir qadın və bir kişidən olmuşuq. Bunu inkar edən ikinci bir insan ola bilməz, düzdürmü? Və həmin o qadın və kişini, yəni biz anadan olsaq da, lap istəmədiyimiz qadın kişi olsa da, istəmədiyimiz ana ata olsa da, istəmədiyimiz valideyn olsa da, biz doğulmuşuq və o ailəyə düşmüşük, bir şəkildə böyümüşük, indiki həyatımıza gəlmişik. Çox insanın münasibət həyatındakı, çox insanın iş həyatındakı, çox insanın ümumiyyətlə şəxsi həyatı, biznes həyatı, həyatınla bağlı ümumiyyətlə bir çox uğursuzluqları və yaxud da ki, bir çox xəstəliklərin olması, psixoloji, anksiyetə, panik atak, təşviş, narahatlıq, gərginlik və s. yaranma səbəblərindən biri də bizim valideyn obrazlarımızdan bağlıdır. Biraz daha psixoloji və psixoanalitik şəkildə gedəcəm. Bunu necə əlaqələndirəcəm? Okey, bunu bir dənə bağlayım, siz rahat şəkildə görəsiniz. Ümumiyyətlə, biz anadan olandan, yəni biz anamızın bətninə düşəndən artıq biz nə edirik? Biz anamızın bətninə düşəndə anamızın danışdığı sözləri, dediyi ifadələri, anamızın emosiyalarını hiss etmiş oluruq. Yəni mənim daxilimdə, uşaq beynimdə, yəni mənim şuurumda ana və ata haqqında ilkin daxili model formalaşmış olur. Amma bu təkcə ana və ataya aid olan bir model olmur. Mənim sonrakı həyatımda münasibətimə, sevgimə, güvənmə, özümə olan münasibətimdə bu rol oynamış olur. Yəni, valideyn bizə uşaq vaxtı necə rəftar edirsə, biz böyüyürük, fərqində olmadan böyüyürüksə, şuuraltı bizim həyatımızı yönəldirsə, biz fərqində olmadan birinci növbədə özümüzə, ikinci növbədə isə ətrafdakı insanlara o cür münasibət bəsləyirik. Məsələn, 0-12 yaşında bir uşaq beyni özünə belə sual verir: məni sevirlərmi? Mən dəyərliyəmmi? Mən təhlükədəyəm və ya güvəndəyəmmi? Ətraf mənə baxacaq, yoxsa özümü qorumağa məcburam? Valideynin davranışı bu sualların cavabını, yəni sən bu sualların cavabını hələ uşaq beyni ilə axtarırsan. Amma gəlin etiraf edək ki, çoxunuz yetişkin olsa da, sevgi münasibətlərində, xüsusən də münasibətlər mövzusunda mən bunu özümü sizdən ayırmaq istəmirəm. Yəni az-çox hər birimizin müəyyən bir tık biraz daha inkişafa ehtiyacımız var və içimizdə tamamlanmayan duyğusal boşluqlar var, natamam emosiyalar və düşüncələr var ki, bunlar sizi narahat edir. Düzdürmü? Və bu boşluqlar var. Bu boşluqların əsası bizdə ilk dəfə 0-12 yaş arası formalaşdı. Mən özümə sual verirəm, uşaq versiyam şuuraltı olaraq axtarır. Əgər mən sağlam bir ailə modelində, sağlam ana və ata modelində böyüməmişəm və yaxud da ola bilər mənim ana-ata modelim həqiqətən sağlam olub, amma mən beynimdə bunu sağlam kimi, necə deyim, dərk etməmişəm. Və mən başlamışam, axtarmışam, görəsən məni sevirlərmi, həqiqətən mən dəyərliyəmmi, həqiqətən mən güvənə ehtiyacım varmı? Bu axtarışla mən şuuraltı olaraq mənim ehtiyacım olan istiqamətdə birini özümü sevdirməyə, birini özümü dəyərli görməyə, birini özümü güvən dolu hiss etməyə, sanki şərtli sevilməyə layiqəm də mən həyatımdakı insanlara nə isə verməliyəm, fədakar olmalıyam, xilaskar olmalıyam, o insanlar üçün qurban olmalıyam, o insanlar üçün yazıq olmalıyam ki, o insanlar məni seçsin, görsün, sevsin və mən dəyərli olum bilincinə gəlir çıxır. Bir var ki, real ana-ata, bir də var ki, real ana-ata, bir də var ki, bizim beynimizdəki ana-ata. Baxın, 3 cür valideyn obrazı olur. Birinci valideyn obrazı qoruyucu və istilik verən valideyn obrazı. Bu normal sağlam valideyndir. Bu valideyn öz psixoloji durumundan xəbərdardır, ailəsindən xəbərdardır, valideynlərindən, nəslindən, kökündən. Uşağına yalnız uşaq kimi yanaşır, yaşına uyğun danışır, ona sevgi verir, dinləyir, anlayır, qayğı göstərir. Bu qoruyucu və istilik verən ailədir. Tənqidçi və tələbkar valideyn, bunu avtoritar valideyn də deyirik. Siz özünüzdə müəyyən edin, beyninizdə getsin, görün sizin valideyn modeliniz nədir? Çünki sizin sxeminizi çıxaracağım ki, siz münasibətdə necə münasibət qurursunuz və bunun səbəbini anlayacaqsınız. Əslində bu biraz fərqindəlik yönümlü bir təlimdir. Həmişə nəticə tələb edir, daha yaxşı ol, sanki sən yetərsizsən, nə etsən onun üçün dəyərsizsən və heç bir məna ifadə etmirsən.
Bir də var ki, laqeyd və emosional olaraq əlçatmaz valideyn. Burada valideyn deyəndə mən deməli ana vatanı nəzərdə tuturam. Ola bilər ki, sənin ana vatan yoxdur, sən himayədar ailədə böyümüsən və yaxud da ki, götürülmüş bir uşaq övladı olaraq böyümüsən, fərq etmir. Sənin üçün psixoloji mənada həmin ana ata kimdir beynində, onu nəzərdən keçirə bilərsən. Laqeyd və emosional əlçatmayan valideyndirsə, hissləri görmür, yaxınlıq yoxdur, sən ağlayanda o orada deyil, sən davamlı özünü tək, təhlükəli hiss edirsən, narahatsan. Tənqidçi və tələbkar valideyndə isə sən davamlı olaraq narahatsan, qorxursan, sözünü ifadə edə bilmirsən, hisslərini bastırırsan. Bəziləriniz üçün məsələ aydın oldu, mən nədən danışıram. İndiki münasibətlərinizə baxsaz, öz şuuraltı olaraq anata obrazınızı çıxara bilərsiniz. Amma aydın deyilsə, narahat olmayın. Davam eləyək buradakı qayda ilə. Uşaq obrazları daxili səsə çevrilir. Zamanla mən böyüdükcə başlayır mənim bu 3 dənə valideyn obrazı saydım, hansı ki, laqeyd, emosional əlçatmaz və qoruyucu. Başlayıram mən özüm içimdə özümdən söhbət eləməyə. Mən sizə burada psixoloji geniş bir fərqindəlik deyirəm. Əgər davamlı olaraq negativ duyğulardasansa, negativ düşünürsənsə, bu sən deyilsən. Bu sənin içində sağalmamış hansısa ana və atandır. Və onun səsidir. Qərarsızsansa, bəlirsizsənsə, həyatındakı münasibətini müəyyən edə bilmirsənsə, hara aid olduğunu, kimə aid olduğunu bilmirsənsə və davamlı içində özünü tənqid edib günahlandırırsansa, nəyəsə görə peşmanlıq keçirirsənsə, kaşkilər varsa, keçmişə yönəlik yaşayırsansa, keçmişdə ilişib qalmısansa, bu sənin daxilində sağalmamış ana və atadır. Baxın, real ana-ata gedib kimdən soruşsaz, istənilən bir valideyndən. Həmən valideyn deyəcək ki, mən övladım üçün həyatda ən yaxşısını etmişəm. Hətta o narkoman olsa da, cinayətkar olsa da, səni yox saysa da emosional olaraq, sənə fiziki şiddət uygulasa belə, deyəcək ki, mən yaxşı valideyn idim, nə etmişəm, yaxşı etmişəm. Yəni, siz oturub gözləməyin ki, valideyn oturub öz səhvini başa düşəcək, peşman olacaq. Yəni, bunlara girmirik. Valideyn bizi bir şəkildə böyüdü və bir şəkildə biz bir yaşa gəlib çatmışıq. 30, 40, 50, 20 fərqi yoxdur. Əgər biz 18 yaş üzərində isə artıq biz inkişaf etmiş bir yetişkinik və bizim artıq uşaq versiyamızı buraxıb yetişkin obrazımıza məsuliyyətini tam üstələnməyin tam zamanıdır. Və mən böyüdükcə mənim içimdə valideynlərimin səsi, yəni mənim şuuraltı psixamda toplanmış bu valideynlərimin səsi çevrilir mənim iç səsimə. Və mən nəticədə kimə bağlananda qorxu yaşayıram. Və yaxud da sevgidə özümü sübut etmək istəyirəm. Özümü yanında təhlükəsiz hiss etdiyim insanlara çəkilmək istəyirəm. Əgər mən davamlı güvən axtarıramsa, mənə özümü təhlükəsiz hiss edən bir insan istəyirəmsə, bu qoruyucu valideyndir. Yəni, mən qoruyucu valideynimi axtarıram, şuuraltı olaraq. Mən davamlı, belə deyək ki, sevgidə özümü sübut etməyə çalışıram. Mən yetərliyəm, mən dəyərliyəm, məni görsün, hansısa manipulyasiya əl atıram, taktika edirəm, nə bilim, elə özümü aparıram, elə tərz geyinirəm, özümü kimlənsə müqayisə edirəm, hətta əməliyyata belə bəhsə-bəhs girirəmsə, mən burada tənqidçi valideynimi axtarıram. Əgər mən kimlənsə münasibətdə qorxuramsa, narahatlıq keçirirəmsə, təşviş yaşayıramsa, mən və yaxud da öz duyğularımı orada olduğum kimi ifadə edə bilmirəmsə, burada tərk edilməkdən, rədd edilməkdən, incinməkdən, itirilməkdən qorxuramsa, mən emosional əlçatmaz valideynimi axtarıram. Təbii ki, mən şuurlu olaraq bunun fərqində deyirəm. Bu prosesi mənim şuuraltım yönəldir. Şuuraltı da kimdir? Belə bir deyim var, səhv eləmirəmsə, müəllifi unutmuş ola bilərəm. Deyir ki, John Locke idi səhv eləmirəmsə, deyir, uşaq doğulanda ağ lövhə olur. Ona hansı sözü yazsan, o həyatında ona əsas tutur. Əgər sən uşaq olanda, biraz daha dərinə getmək istəyirəm, əgər sən uşaq olanda, ilkin etaplarda, sənə valideyn deyibsə ki, sən taxtabaşsan, sən bacarmırsan, eləmə, başqaları daha yaxşıdır, filankəsin daydayı var, ona görə qabağa gedib, sən kimsən, bu kimdir? Yəni, davamlı səni əzib, ittiham edib, vurub, səni özünə heçmiş kimi hiss elətdiribsə, yetərsiz, dəyərsiz, sən bu duyğularla böyüyürsən. Və gələcəkdə xoşbəxt bir, özünü xoşbəxt edəcək, özünü dəyərli hiss edəcək, özünü yetərli hiss eləyəcəyin, özünü güvən və təhlükəsiz dolu bir münasibətdənsə, davamlı tənqid olunan, davamlı dəyərsiz, yetərsiz, alçaldılan, döyülüb söylən, özünün istəmədiyi bir münasibətdə tapacaqsan. Çünki şuuraltının hələ fərqində deyilsən, həyatından şikayətlənirsə, həyatındakı partnyorundan şikayətlənirsə, özünü dəyişmək yerinə
valideynlərini dəyişməyə fokuslanırsan, ya da partnyoru dəyişmək üçün tarota gedirsən, ritual eləyirsən, əməl edirsən, cadu edirsən, hansısa bir meditasiyanın qulağına taxırsan ki, hə, mən belə bir şey edeyim, mənim partnyorum dəyişsin, müdürüm dəyişsin. Hər şeyin səbəbini çöl dünyada şuursuzcasına axtarmağa başlayırsa, oysa ki, real bir fərqindəliklə sən başa düşəndə ki, mənim heç bunlara ehtiyacım yoxdur, əsas məsələ mənim daxili ana vatı obrazımı işləməkdir, onda bütün məsələni çözmüş olursan. Mən növbəti seminarda, növbəti təlimimdə sizə bağlanma stilləri keçəcəm münasibətdə. Amma bağlanma stillərini bilməmişdən qabaq bu etapları yaxşı bilməlisiniz. Uşaqlıq bağlanma nəzəriyyəsinə baxanda, burada biz təhlükəsiz, narahat, qaçan, dissosiativ, yəni qorxulu bağlanma görürük. Bunların hamısı necə yaranır? Bizim valideynlərimizin bizə verdiyi emosional, düşüncəsəl və yaxud da davranışsal fon nəticəsində yaranır. Valideyn mənə uşaqlıqda özümü necə hiss elətdirirdisə, valideyn mənə özümü necə düşünməyə vadar etmişdisə, valideyn münasibətimdə davranışsal olaraq mənə necə etmişdisə, mən hələ də şuuraltı prosesdə bunun fərqində deyiləmsə, bu davranışları, bu düşüncələri, bu duyğuları təkrarlayıram və gətirirəm, təsəvvür edin, bu 12 yaşa qədər 0-7 yaş, 0-11 yaş şuuraltımın əsas formalaşdığı bir dövrdə mən gətirirəm bunu 20 yaşıma. 30 yaşıma, 40 yaşıma hələ də içimdəki o uşaq valideynimin mənə öyrətmiş olduğu düşüncə, duyğu və davranışları təkrarlamağa çalışır. Və o davranışlardan kənara çıxanda mən özümü günahkar, özümü peşman, özümü dəyərsiz, yetərsiz hiss elətdirirəm. Çünki mən əslində əvvəlcədən şuuraltı olaraq proqramlanmışdım ki, mən bu cür olmalıyam, bu cür düzdür, bu cür etsəm düzdür. Ətrafımdakı insanlara qıcıq oluram, aqressiya yaranır, onları qəbul etmək istəmirəm, ego səviyyəm yüksəlir, ya ego səviyyəm çox aşağı düşür və s. Aha. İndi gəlirik sədətə, o demiş, siz suallarınızı yazın, mən baxacam. Qoruyucu ailədə böyüyən uşaq ən sağlam bir uşaq olur. Bu şəxs böyüyür, gələcəkdə də çox rahat şəkildə münasibət qurur. Bəzən o cütlüklər görürsünüz, həqiqətən baxırsınız ki, xanımla bəy bir-birini həqiqətən sevir, olduğu kimi qəbul edir. Bəy hədiyyələr sunur, qadın sevgisini rahat verir. Yəni bu iki tipaj qoruyucu ailə modelində böyüyüb. Və yaxud da burada bir dənə bir şey də var. Ola bilər ki, fərqli ailə modelində böyüyüblər, amma öz üzərlərində işləyərək, psixoloji dəstək alaraq sağlam münasibət qurmağı öyrəniblər. Baxın, çoxunuzun etdiyi səhv nədir? Çoxunuz sağlam psixoloji yola gəlməkdənsə, qeyri-neytral yollara gedib başqalarını dəyişməyə fokuslanırsınız. Yəni, sən hansı ailə modelində böyüməyindən, valideyn obrazından böyüməyindən asılı olmayaraq, sən öz üzərində psixoloji iş aparıb dəyişə bilərsən. Yəni, qoruyucu ailədə, sağlam ailədə böyüyən insanlar sağlam şəkildə bağlanır. Xoşbəxt münasibətləri olur, evlilik həyatı olur, xoşbəxt şəkildə də boşana bilirlər, belə ayrıla da bilirlər. Səbəb nədir? Çünki bu insanlar uşaqlıqda hissləri qəbul edilib, danışanda dinlənilib, səhv edəndə utandırılmayıb, sevgi şərtsiz verilib. Bu isə beyində şuur altında belə bir proqram yazıb. Mən sevilməyə layiqəm. Sevgi təhlükəsiz və sabit ola bilər. Və yalnız bu kodla, baxın bu kodla, mən sevilməyə layiqəm, sevgi təhlükəsiz və sabit ola bilər inancı şuuraltı proqram olaraq onun 0-12 yaşından şuuraltı bilincindədir. Çünki ailəsi buna bu proqramı ötürdü. Və o böyüyür, ona kimsə dəyər vermirsə, kimsə dəyərsiz hiss elətdirirsə, yetərsizdirsə, necə deyim, tərk edilirsə, rədd edilirsə, bu insan bu münasibətlərə takılıb qalmır. Çünki onun kodu budur. Mən sevilməyə layiqəm, sevgi təhlükəsiz və sabit ola bilər. Çoxunuz nə edirsiniz, etdiyinizsə? Bunu şuuraltı olaraq dəyişmədən gedirsiniz, afirmasiya öyrənirsiniz. Amma sənin kök fonun qalıb axı. Yəni, mən indi ondan da danışım. Bu sağlam ailədə böyüyən bir insan obrazı. İkinci, tənqid və tələbkar böyüyən ailə. Səndən narahat bağlanmalıdır. Davamlı narahatsan, təşvişlisən, həyəcanlısan, həm sevgi istəyirsən, həm də yetərli olmadığını hiss edirsən. Bu dövrdə isə valideynin səndən necə rəftar edib, daha yaxşı ol. Bu kifayət deyil, ayıbdır, sən bacarmazsan, sən beləsən, sən eləsən, söz deyirsən, səhv də düz də olsa, davamlı sən səhv çıxarılırsan, davamlı sən neytralsan, davamlı tənqid olmursan, davamlı dinlənilmirsən. 4 almışam, niyə 5 almamısan? Filan kitabı bitirdim, niyə? Daha çoxunu etməli idin. Yəni, sən davamlı, yetərli olmadığından, davamlı sevilməyə tam şəkildə layiq olmaq üçün bir tık daha ekstra çaba göstərməli idi.
Başa düşürsənmi nə demək istəyirsən? Ona görə bu cür münasibətlərdə, yəni tənqidçi və tələbkar tip valideynlə böyüyürsənsə, sənin davamlı olaraq özünü sübut etməyə ehtiyacın olur, tərk edilmə qorxun olur, emosional dalğalanmaların olur. Emosional səslər çox xahiş edirəm, bağlayaq. Emosional dalğalanmaların olur, özünü sübut ehtiyacı, təsdiq etmə ehtiyacın, itirmək qorxusu, həddindən artıq bağlanma, sevgidə güvənsizlik. Baxın, bunların hamısı sənin tənqidçi, tələbkar daxili valideyninə. Sən gedib real anatanı dəyişə bilməyəcəksən. Amma sənin daxili valideynin budur. Sən öz üzərində şuuraltı işləyib bunu dəyişməlisən. Əgər sən artıq bunu dərk etdinsə, sən dəyişmənin 50%-ni elədin. Nəyisə fərq etmək, onu dəyişmək deməkdir. Yəni sən artıq bunun 50%-ni bildin. Bir də var, yəni sən artıq bildin təqribi ki, münasibətdə necəsən. İndi baxın görün, məsəl üçün deyirəm. Bu problemlərin sənin indiki münasibət həyatında varsa, özünü sübut, tərk edilmə qorxusu, emosional dalğalanmalar, təsdiq ehtiyacı, sevgidə güvənsiz, bu problemlər varsa, sənin valideyn tipi, daxili valideyni davamlı olaraq narahat olan, tələb edən tənqidçidir. Çox güman ki, sən öz səsində davamlı peşmansan, davamlı günahkarsan, davamlı dəyərsizsən, davamlı yetərsizsən, davamlı heçsən və səni inkar edən, səni ignor edən, səni heç sayan, səni əzən, səndən daha yaxşısını istəyən, tələb edən münasibətlərə doğru çəkilirsən. Münasibət həyatına bax və analizini götür. Biraz sizin üçün ağır ola bilər, biraz sərt danışmış ola bilərəm, amma bu reallıqdır. Laqeyd və emosional əl çatmayan valideynlə böyünmüsənsə, qaçınan tip bağlanma stilinə malik olacaqsan. Bu bağlanma formasında sevgi istənilir, yaxınlıqdan qorxur, davamlı sevgi istəmə, yaxınlıqdan qorxursan. Çünki uşaq vaxtı valideynin səndən bu cür olub. Sən emosiyanı ifadə edə bilməmsən, duyğuların görülməyib, həmişə soyuq münasibəti olmuşsan, həmişə öz işində ol. Valideyn həmişə öz işində idi, soyuq idi, işkolik idi, həll edirdi, amma qucaqlamırdı, yaxınlıq göstərmirdi, səni dinləmirdi, amma məsləhət verirdi. Sənin beynindəki kod bax belə idi. Duyğularım önəmli deyil, sevgi özü gəlmir, mən özümü qorumağa məcburam. Sənin bu kodun, aha, sənin bu kodun, baxın, sən uşaqlıqdan bu kodla kodlandın, proqramlandın. Mən duyğularım önəmli deyil, sevgi özü gəlmir, mən özümü qorumağa məcburam. Başlayırsan, böyüyəndə də. Axı sənin kodun budur, sevgi özü gəlmir, mən özümü qorumağa məcburam. Başlayırsan bu tip insanlara doğru çəkilməyə. Sonra da həyatında desən ki, niyə görə mənim həyatımda bu tip insanlar var? Başlayırsan həmən insanları dəyişməyə. Amma sən başa düşmürsən ki, mənim daxilimdə nə gedir ki, mən davamlı olaraq bu tip insanlarla qarşılaşıram. Bunu özünü günahlandırmaq üçün yox, amma həqiqətən səmimi qəlbdən özünüzə baxmaq üçün. Nəticə olaraq yaxınlıqdan qaçırsan, emosiyalarını gizlədirsən, sərhədləri çox sərt qoymaq olur səndə, müstəqilliyə həddindən artıq önəm verirsən, soyuq və məsafəli görünürsən, itirilməkdən qorxursan, amma göstərmirsən, sevgi ifadəsində çətin dil olur. Tamam mı? Okey. Tənqidçidə isə belə, buradakı inancı demədik bayaq, qayınqa, mən sevgi qazanmalıyam, mən olduğum kimi yetərli deyiləm. Tənqidçi tip valideyndə, tələbkar tip valideynlə böyümüsənsə, daxili səsində bu varsa, davamlı sevgi qazanmalıyam, olduğum kimi yetərli deyiləm. Bir tık başqalarını özündən bir tık üstün görürsən və ona özünü göstərmə, təsdiq etmə, dəyişmə çaban olur, yetərli olmaq, sevilmə ehtiyacı və s. Emosional əlçatmaz ana və ata ilə böyümüsənsə, sevgi özü gəlmir, özünü davamlı qorumağa alırsan, ürəyini aça bilmirsən, yaxınlıq qura bilmirsən, itirməkdən qorxursan, soyuq və məsafəli olursa, hətta çox təəssüf ki, sənə soyuq və sənə heçmiş kimi rəftar edən insanlara oturub gözləyirsən ki, peşman olub gələcək, dəyişəcək, düzələcək, emosiyasını gizlətmirsən, daha çox manipulyasiya, qoy belə edeyim ki, belə başa düşsün, qoy belə edeyim, bu taktikanı istəyim ki, mənim kartıma pul atsın, tıpla-tıpa özünü aldadırsan. Bura qədər aydındır. Suallarınızı kopiravat edin. Əgər ikinci olsa, deməli, mənim əslində Telegram kanalıma üzv olsanız, orada ödənişsiz şəkildə nə qədər podkastlarım var, dinləyə bilərsiniz. Əvvəlcədən dinləməmisinizsə. Və yaxud da bundan əvvəl neçə dəfələr olub ki, ödənişsiz şəkildə marafonlar eləmişəm, keçib baxa bilərsiniz. Və bugün də sizə sunduğum tamamilə ödənişsiz olan bir çalışmadır və siz artıq bunu dinləyərək müəyyən şeylərin fərqində olursunuz, düşünürəm. Amma sizin özünüzlə tək halda işləməyiniz üçün təkcə ödənişsiz hissə kifayət eləmir. Özünüzə yaxşı mənada yatırım etməli, zaman ayırmağı da bacarmalısınız. Yalnız o halda siz dəyişə bilərsiniz. Buradan bir cümlə ilə, başqasından 2 cümlə ilə, oradan 3 dənə fərqindəliklə müəyyən qədər inkişaf edə bilərsiniz. Amma davamlı iş aparmağınız üçün biraz daha uzun müddətli və yaxud da ki, qısa müddətli də olsa kiçik terapevtik iş aparılmalıdır. Yəni bu hissəyə xüsusilə toxunuram. Valideyn travması nə zaman yaranır?
Sevgi daim şərtli olanda, valideyn emosional olaraq əlçatmaz olanda, hisslərini ifadə edəndə cəzalandırılanda, uşağın ehtiyaclarını görməyəndə, özü travmalı olduqda, valideyn travması bu zaman sənin beyninə yazılır və sənin valideynlə olan münasibətlərin öz real həyatındakı münasibətlərinə gəlir. Yəni, sənin həyatın, yaşadığın ev, getdiyin iş yeri, olduğun partnyor münasibəti, övladın olan münasibətin, hər bir şey sənin daxili ana və ata obrazının içində gizli olur. Və həyatın boyu bu obrazlar səndə sağalmadığına görə, sən davamlı özün həyatını şuurlu yox, şuuraltı olaraq yönləndirildiyini hiss edirsən. Sanki bu həyatı sən seçməmisən, sanki bu həyata sən, necə deyimi, yəni istədiyin kimi nəyisə getmir, davamlı narahatsan, davamlı təşvişlisən, davamlı münasibəti dəyişmək istəyirsən, ayrılmaq istəyirsən, ayrıla bilmirsən, bəlirsizsən və s. Sevgi şərtlidir, hissləri ifadə etmə qadağandır, valideynə görə məsuliyyət daşıyırsan, laqeydlik və soyuqluq, həmişə güclü olmaq lazımdır. Yəni, sənin uşaqlıqda travman bu cür olur, münasibətlərdə daim özünü sübut etməyə çalışırsan, daxilində yığılmış gərginlik, patlamalar olur, hamını xilas etməyə çalışırsan, mən böyüyüm, ev alacam, maşın alacam, evə baxacam, ailəm saxlayacam. Əgər ailədə kişi yoxdursa, girirsən anan üçün kişi obrazına, ailədə qadın yoxdursa, atan üçün girirsən qadın obrazına, anava kişi, həm ata olmaq istəyirsən, sonra atava həm qadın, həm ana olmaq istəyirsən, obrazlar girir bir-birinə qarışır. Gah xilaskar olursan, gah fədakar olursan, ailə həyatı qurmursan, partnyor münasibətlərin yaxşı getmir, davamlı bu uğursuzluq sxemlərində ilişib qalırsan, davamlı. Və sən nəticə olaraq tükənirsən. Həmişə güclü görünmək istəyirsən, eqol aparırsan. Kimnəsə kömək istəmək belə istəmirsən. Çünki eqon o qədər sənə ağırlıq eləyir ki. Davamlı səni tərk edən, davamlı səni rədd edən, davamlı səni yox sayan, davamlı öz məsuliyyətindən qaçan, davamlı bəlirsiz, davamlı qərarsız, davamlı nə istədiyini bilməyən insanlarla qarşılaşırsan. Çünki sənin daxili xaotik vəziyyətin budur. Və daxili xaotik vəziyyətin isə bu olduğuna görə sən çıxılmaz nöqtədə olursan. Yəqin ki, aydın oldu. İndi isə mən sizin suallarınıza ikinci hissədə cavab verəcəm. İndi isə mən sizə yeni başladığım bir kanal haqqında məlumat vermək istəyirəm. Mənəvi Həyatlar Psixoloji İnkişaf kanalı. Bu kanala ödənişli şəkildə üzv olaraq bu saydığım məsələləri bir-bir öz üzərinizdə işləyərək dərindən iş apara bilərsiniz. Mən ümumiyyətlə 2025-ci il ərzində 3 dənə marafon eləmişəm. Çox mini ödənişli şəkildə. Çox insanla qoşulub iştirak edib. Səninlə terapiya proqramı 15 günlük inkişaf proqramıdır. Bu proqramda mən valideyn travmaları üzərində iş, emosional durum üzərində iş, daxili uşağın sağalması və münasibətlər mövzusuna toxunmuşam. İkinci modul isə öz sevgidir. Bu bir aylıq inkişaf proqramıdır. Burada ehtiyaclardır, şəxsi sərhədlərdir, A-dan Z-yə bütün manipulyasiyalardır, ata-ana məsələlərin həlli, daxili yetərsizlik, güvənsizlik, dəyərsizlik, günahkarlıq duyğuları üzərində iş, sağlam münasibətlərdə bağlanma stilləri, tərk edilmə, rədd edilmə, itirmə qorxusunun aradan qaldırılması üzərində dərin texnikalar və fərqindəliklər yazmışam. Üçüncü modul, son modul oktyabr ayı keçirtdim. Burada bir çox insan qatıldı. Şuuraltı ana və atanın, yəni münasibətli uğursuzluq sxemlərini çözdük. Şuuraltı ana və atadan əldə etdiyimiz keçmiş proqramlardan azadlıq, münasibətdəki uğursuzluqları anlamaq və sağlam münasibətləri qurmaq, daxili enerji, toksik münasibətlərdən azadlıq, daxili kişi və qadın obrazının bərpası. İndi isə mən artıq ilin sonudur. Qərara gəldim ki, 2025-ci il ərzində keçirtdiyim bütün 3 bu marafonu, hansı ki ayrı-ayrılıqda insanlar qoşulmuşdu, 3-nə də qoşulan insanlar var. Bir kanal başlığı altında yığdım. Bu kanal başlığının adı Mənəvi Həyatlar Psixoloji kanalıdır. Yəni bu kanala bir dəfəlik ödəmə ödəməklə ömürlük istifadənizdə olacaq. Toplam götürsə 2 aylıq inkişaf proqramıdır. Və sən dərindən öz həyatının məsuliyyətlərini öz üzərinə alaraq öz üzərində işləyə biləcəksən burada. Yəni burada artıq sən məsuliyyət götürürsən, ödəniş ödəyirsən, başa düşürsən ki, mənim artıq buna ehtiyacım var. Və həqiqətən də öz üzərində işləyərək nəticəni əldə etmiş olursan. Mənim çox deməli insanlarla işləmişəm bu vaxta kimi və çoxunun da nəticəsi var. Hər birini öz Instagram səhifəsində nəticələr bölümündən də baxa bilərsiniz. Telegram kanalı hissəsindən də baxa bilərsiniz nəticələrə. Yəni bu da öz yerində. Ödənişsiz hissədə isə mən sizə gündəlik olaraq deməli Telegram kanalımda və təzəlikcə açdığım WhatsApp kanalında yalnız sizə fərqindəlik podkastları, izahlar və analitik məsələləri izah edirəm. Amma texnikadır, praktik çalışmadır, həllərdir, bunu daha çox ödənişli hissədə eləyirəm.
Yəni ki, bunu da biləsiniz. Bu gün isə ümumi yekunlaşdıraraq demək istəyirəm ki, siz bugünkü ödənişsiz təlimdə başa düşdünüz ki, əslində daxili qadın və daxili ana obrazı nə qədər bizim üçün əhəmiyyətlidir. Bu obrazlar bir-biri ilə konfliktdə olduğuna görə biz həyatımızda bir yer tuta bilmirik. Onsuz da gedirsiniz, istədiyiniz elə geyimlər var ki, dəxlisiz baha alırsınız. Elə restoranlar var ki, dəxlisiz pul eləyirsiniz və yaxud da ki, çox belə deyim də, çox yerə pul xərcləyirsiniz. Amma psixoloji sağlamlığınıza gələndə çox təəssüf ki, ancaq ödənişsiz şeylər belə deyək axtarırsınız. Və belə olan halda, yəni özünüzə sərmayə etmirsiniz. Belə olan halda isə nə baş verir? Yəni nə vaxta kimi özünü aldadacaqsan, yəni nəticə olaraq sənin həyatın keçir. Bu gün 30, sabah 35, nə qədər bu problem davam edəcək? Yəni bir tık daha irəliləsən nə olar? Təbii ki, inkişaf etmək istəyən insanlar bu məsuliyyəti götürüb mütləq şəkildə ki, özünə yatırım edəcək. Yəni bu qədər. İndi isə ikinci hissədə suallarınıza cavab verəcəm. Bununla da bugünkü təlimi yekunlaşdırmış olacağam.